Bakının Binəqədi rayonunda dövlət müstəqilliyinin bərpasının 25-ci il dönümünə həsr olunmuş Müstəqilliyim Mənim Yaşıdım adlı bayram tədbiri keçirilib. Tədbir çərçivəsində rayon ərazisində fəaliyyət göstərən şirkətlərin məhsullarının sərgisi təşkil edilib. Tədbir müstəqil Azərbaycanın dövlətçilik tarixini əks etdirən qədim bayraqların sərgisi ilə başladı. Qonaqlar daha sonra 25 il ərzində dövlətimizin əldə etdiyi uğurları özündə əks etdirən sərgiyə baxdılar. Mədəniyyət, multikulturalizm, təhsil, səhiyyə, iqtisadiyyat, informasiya kommunikasiya texnologiyaları, müdafiə sənayesi, kənd təsərrüfatı, gənclər və idman sahələrinin, eləcə də müstəqilliyimizin ən böyük nailiyyətlərindən biri olan Azərbaycan brendi, asan xidmətin fəaliyyətini geniş əhatə edən pavilyonlarla tanışlıq zamanı qonaqlara 25 il müstəqillik dövründə əldə olunan nailiyyətlər barədə müfəssəl məlumat verildi. Tədbirdə çıxış edən dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyətin müstəqillik olduğunu bildirdi. Xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümumilli lider Heydər Əliyevin siyasi təcrübəsi nəticəsində bu müstəqilliyin qorunub saxlanıldığı vurğulandı. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükələrdən xilas etdi. Müstəqil Azərbaycan Respublikası möhkəm təməllər üzərində yeni inkişaf xəttini tutdu. Bunun nəticəsidir ki, Azərbaycan artıq həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Sonra Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İskəndərov Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu kursun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirdi. Bayram təbriklərindən sonra rayonun ictimai-siyasi proseslərində fəaliyyətləri ilə fərqlənən şəxslərə fəxri fərmanlar verildi. Tədbir rayonun yaradıcı kollektivlərinin ifasında bayram konserti ilə davam etdirildi. Esmira Namik qızı Rasim Yusifoğlu, Cəmilə Hətəmxanova, Carçı.